Daxili İşlər Nazirliyinin əməkdaşları Marneolidə çox miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə ittihamı ilə 1994-cü il təvəllüdlü şəxsi saxlayıblar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs kriminal avtoritetin adından istifadə edərək kiçik bizneslə məşğul olan bir şəxsdən onun və ailə üzvlərinin həyatına son qoymaq, həmçinin əmlakını məhv etməklə hədələyərək 4000 ABŞ dolları tələb edib. Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində bir nəfər təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı əsnasında saxlanılıb. Qeyd olunan cinayət əməli 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin əməkdaşları əvvəl məhkum olunmuş 1994-cü il təvəllüdlü şəxsi 2 və ya daha çox şəxsə qarşı qrup şəklində zorakılıq ittihamı ilə saxlayıblar. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs və onun dostları, qardaşları ilə sözlü münaqişə yaşayıblar və bu münaqişə fiziki qarşıdurmaya çevrilib. Yuxarıda qeyd olunan qarşıdurmadan sonra davada iştirak edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisədən qısa müddət sonra təqsirləndirilən şəxslərdən birini isti izlərlə həbs ediblər və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər tədbir etdirirlər. Cinayət 2 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə 2 nəfəri Almaniya Federativ Respublikasının və Türkiyə Respublikasının vətəndaşlarını Tbilisi Beynəlxalq Hava Limanı və Sarpi sərhəd buraxılış məntəqəsinin ərazisində saxlayıblar. Təqsirləndirilən şəxslərin üzərində və əl yüklərinə baxış zamanı müxtəlif adda narkotik vasitələr və psixotrop maddələr, o cümlədən kokain, metamfetamin və pregabalin aşkar edilərək götürülüb. Qeyd olunan cinayət əməli 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. 75 ölkə arasında ABŞ-ın immiqrasiya vizalarının verilməsi dayandıracağı ölkələr siyahısına Gürcüstan da daxildir. Siyahıya həmçinin Ermənistan, Azərbaycan, Rusiya və Moldova daxil olub. Məlumat ABŞ Dövlət Departamentinin memorandumuna istinadən yayılıb. Medianın məlumatına görə proses 21 yanvarda başlayacaq və məhdudiyyətsiz müddətdə davam edəcək. ABŞ Dövlət Departamenti vizaların verilməsi prosedurlarını yenidən qiymətləndirənədək. Fox News xəbər verir ki, 2025-ci ilin noyabrında ABŞ Dövlət Departamenti diplomatik nümayəndəliklərə göstəriş göndərib, hansı ki, konsulluq əməkdaşlarından müraciət edənlərin daha sərt yoxlanılmasını tələb edir. Konkret olaraq konsulluq əməkdaşları viza verilməsini imtina etməyə məcbur edirlər. Əgər müraciət edənlərin dövlət faydalarından asılı ola biləcəyi ehtimalı varsa, qərar qəbul edilərkən bir çox faktor nəzərə alınacaq. O cümlədən sağlamlıq vəziyyəti, yaşı, ingilis dili bilik səviyyəsi, maliyyə vəziyyəti, uzun müddətli tibbi xidmət ehtiyacı. Məsələyə hökumət tərəfi də reaksiya verib. ABŞ-ın viza siyasəti və vizaların ləğvi ilə bağlı açıqlama verən ABŞ Dövlət Katibi mərkəzindəki brifinqdə Marco Rubio bildirib ki, onun rəhbərliyi dövründə müxtəlif səbəblərdən 67 mindən çox viza ləğv olunub. Rubio izah edib ki, vizaların ləğv edilməsinin bir neçə kateqoriyası mövcuddur. Viza səfərlər üçün verilir və dünya üzrə gündəlik olaraq vizaların verilməsinə imtina edilir. Marco Rubio qeyd edib ki, Dövlət Departamenti sərt yoxlamaları davam etdirir ki, ölkəyə daxil olan şəxslərin təhlükə törətmədiyinə əmin olsun. Medianın məlumatına görə ölüm hökmü ilə üzləşən İranlı fəal sağdır. Mövcud məlumata əsasən İranda edamların icrası dayandırılıb. Etiraz aksiyaları isə davam edir. Rəsmi məlumatlara görə nümayişlər zamanı azı 2600 nəfər həlak olub. Lakin analitiklər real rəqəmin 12 minə çata biləcəyini ehtimal edirlər. Bununla paralel olaraq artıq 6 gündür ki, ölkədə internet tamamilə bloklanıb. İranda ABŞ tərəfindən mümkün hərbi əməliyyatlar fonunda bir neçə ölkə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Böyük Britaniya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb və personalı geri çağırıb. Eyni zamanda təhlükəsizlik səbəbilə İranın hava məkanı müvəqqəti olaraq bağlanıb. İranın Xarici İşlər Naziri Abbas Araqçı bildirib ki, İran hökuməti əhaliyə etirazlarla bağlı insanları asmaq planında deyil. Bununla yanaşı Araqçı Fox News-a verdiyi müsahibədə qeyd edib ki, İranda baş verən etiraz aksiyaları əslində sadəcə nümayişlər deyil, terror əməliyyatları idi. İranın Xarici İşlər Nazirinin sözlərinə görə terrorçuların məqsədi qurbanların sayını artırmaq və bunu Donald Trumpın konfliktə cəlb olunması üçün etmək idi. ABŞ prezidenti Donald Trump Reuters-ə verdiyi eksklüziv müsahibədə İranın sabiq şahının oğlu Rıza Pəhləvi haqqında danışıb. O maraqlı şəxsdir, amma bilmirəm öz ölkəsində necə qəbul olunur və xalqın dəstəyi varmı? Bilmirəm İran onun rəhbərliyini qəbul edəcəkmi? Əgər qəbul edərsə mənim üçün yaxşı olar deyə Donald Trump bildirib. ABŞ prezidenti həmçinin qeyd edib ki, Tehranın hökuməti etirazlar səbəbindən devrilə bilər. Böyük yeddilik ölkələrinin xarici işlər nazirləri İranda baş verənlərdən narahat olduqlarını bildirirlər və İran hakimiyyətinin repressiyalarına etiraz etdiklərini açıqlayıblar. Bəyanatda qeyd olunur ki, əgər İran protestləri və fərqli fikirləri boğmağa davam edərsə, üzv ölkələr əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır. Danimarkanın silahlı qüvvələri bildirir ki, müttəfiq ölkələrlə sıx əməkdaşlıq çərçivəsində Qrenlandiyaya hərbi qüvvələrin yerləşdirilməsinin genişləndirilməsi qərarına gəlinib. Çünki geosiyasi gərginlik Arktikada da yayıldı. Bəyanatda qeyd olunur ki, bu gündən etibarən Qrenlandiya və ətraf ərazilərdə hərbi yerləşdirmə genişləndiriləcək. Bu hava gəmilərin və əsgərlərin sayının artırılması, o cümlədən NATO müttəfiqlərindən gələn qüvvələri əhatə edir. Sənədə görə Almaniya, Fransa, İsveç və Norveç bu əməliyyata öz töhfəsini verəcəklər. Paralel olaraq Danimarkanın müdafiə naziri bildirir ki, ABŞ-ın Qrenlandiyaya hücum ehtimalı tamamilə hipotetikdir.